Kədər və qorxu insan övladının zamanla alışdığı hallardır. Amma bəzən də insan bunu çox qəlbində çox yaşayandan sonra qorxmağa başlayır və ümidini itirir. Amma sənin Rəbbin hər şeyi bilir. Olmaz. Allahla bərabərsənsə heç zaman kədər olmaz, qorxu olmaz, hidayət var. Səni qoruyacaq. Ona görə Rəbbinə güvən. Sübh açılarkən Allahın adını xatırla. Bu böyük bir günün başlanğıcını xəbər verir. Dünyanı işıqlandıran, qaranlığı məğlub edən Allaha güvən. O sənin də sıxıntını aradan qaldıracaq, qaranlığı yox edəcək. Allah təala buyurur, Allah sübhü yarandır. Gecəni istirahət üçün etdi. Günəşi və ayı isə ölçü ilə yaratdı. Bu, qüdrətli və hər şeyi bilən Allahın təqdiridir. Ən'am surəsi. Necə ki, Allah kainatın sübhünü yarıb, işıqları ortaya çıxardı, eləcə də qəlblərin sübhünü yarar və sirləri işıqlandırar, qəlbləri nurlandırar. Necə ki, gecəni insanların gündəlik zəhmətindən dincəlməsi üçün sakitlik etdi, eləcə də gecəni sevən bəndələr üçün sakitlik etdi ki, onlar gecə vaxtı qalxsınlar, Əl-Alim olan hər şeyi bilən Allaha ərz etsinlər bütün şikayətlərini, dərdlərini. O zaman qəlbləri rahatlıq tapar. Ona görə Allahla birlikdə rahatlıq var. Allahla birlikdə qəlb açılır. Ona görə Allahın Əl-Alim adı ən əzəmətli adlarından birisi. Hər şey bu ada bağlı. Bu adla yaşamaq lazımdır. Rəbbinə dua etmək lazımdır. Rəbbimiz dualarımızı qəbul eləsin.